Vermiş her zaman Allah ondan da razı olsun. Allah her birinizi sağ ve selamet eylesin. Ben burada Əvəz kardeşime teşekkür edirəm. Çünkü benim Əvəz kardeşim her zaman hakkı tapdıranların yanında olubdu. Uzun müddət məndən çiyin olub, hakkımı koruyub. Sonra da kardeşimizin hakkını daim koruyub, heç nədən çəkinmədən, heç kimdən qorxmadan, her zaman öz çıxışlarıyla, özünün təbliğatıyla haqqı ədalət çatdırır. Allah razı olsun haqqınızda. Ben sizi Allah'ın Kur'anı ilə təbrik edirəm. Sizə ziyarətgahımız adından İmamzadə bilirik müqəddəs ziyarətgahdır. Azərbaycanın ən məşhur və müqəddəs, qədim, tarixi ziyarətgahıdır. Peyğəmbərimizin ruhu nəvəsi yatır və o ziyarətgahın adından bir din xadimi kimi sizi evinizdə Kur'anla alqışlayır, sizi təbrik edirəm. Bu Kur'an kitabını xahiş edirəm. Bizim ziyarətgah adından daim evinizdə saxlayasınız. Evinizə hər zaman işə gələk veya bayrama gələk. Allah hamımızdan razı olsun. Ben özür istəyirəm, məni bağışlayasınız, mən gedəcəm. İnşallah. Anamdır bu, benim anamdır. Hacı Tahir Əli'sin. Sağ olun. Sağ olun. Sağ olun. Çok sağ olun. Allah sizden razı olsun. Sağ olun. Allah sizden razı olsun. Siz de böyle əziyyətlər çəkmişsiniz bu illər ərzində. Siz de bir ana kimi her zaman daim əliniz duada olun. Allah duanızı eşidir. Allah daim eşitsin. Allah her bir evi aksaqqalsız, ağ bir çəksi eləməsin. Allah sizden razı olsun. Zat ilham edilir. Son batasın torbanı. Allah öləmənizə rəhmətli gün o gün olsun, Göyçəmiz qayıtsın. Gedək Göyçəmizdə bayram keçirir. İnşallah elimiz, obamız özümüzə qayıtsın. Sağ olun. Onu da kaybedeceğiz. Sağ olun. Görüp bir oturup hayır. İnşallah. Aile, bakalım. Sen takdir etmemişsin. Görüşürüz.